Əsgər məktubu. Məmməd Arazın Əsgər məktubu şeiri. Əsgər məktubları alıram hərdən. Deməli, hərdən əsgər məktubları alır. Məhəbbət, cəsarət, dəyanət dolu. Onun əsgər məktubları necədir? Məhəbbət, cəsarət, dəyanət dolu. Neçə tərifçinin təriflərindən bir əsgər məktubu gərəkli olur. Deməli, insanlar var ki, tərif edirlər sadəcə, yəni neçə tərifçinin təriflərindən bir əsgər məktubu gərəkli olur. Əsgər nə istəyir? Bir təzə nəğmə. Əsgər nə istəyir sualına cavab nədir? Bir təzə nəğmə. Nəğməsiz darıxır əsgər tüfəngi. Əsgər tüfəngi nəsiz darıxır? Nəğməsiz darıxır. Bir əsgər qəlbində qopan zümzümə bir vətəndaşını istəyəcəkdir. Dedi ki, hərdən deyir, əsgər məktubları alıram. Bu əsgər məktublarda məhəbbət, cəsarət, dəyanət doludur. Neçə tərifçinin təriflərindən bir əsgər məktubu gərəkli olur. Əsgər nə istəyir? Sualına cavab bir təzə nəğmə istəyir. Nəğməsiz də əsgər tüfəngi darıxır. Bir əsgər qəlbində qopan zümzümə bir vətəndaşını istəyəcəkdir. Bir əsgər yazır ki, sərhədciyəm mən. Demək, bir əsgər yazıb ki, mən sərhədciyəm. Əlimdə tüfəngdir, dilimdə şeir. İnamla, qeyrətlə qorunur vətən, bunlarsız silahlar lal kardır deyir. Demək, bir əsgər yazır ki, sərhədçidir, həmçinin onun əlində tüfəng, dilində şeirdir, yəni bu əsgər şeir danışır. İnamla, qeyrətlədir, vətən qorunur. Bunlarsız silahlar, yəni hansı ki bu inamsız, qeyrətsiz, bu silahlar nə olar? Lal, kar olar deyir. Ona görədir ki, inamla, qeyrətlə vətən qorunur, bunlarsız silahlar lal, kardır deyir. Həmçinin burada nə deyir? Lal, kar. Bir nəğmə əsgərin dodaqlarında sərhəd küləyinə həmsöhbət olar. Demək, bir nəğmə əsgərin dodaqlarında nə olur? Sərhəd küləyinə həmsöhbət olur. Bir nəğmə əsgərin barmaqlarında isə tətiyə söykənən cəsarət olur. Əsgər məktubunda torpaq göyərir, meşələr uzanır üfüqlərəcən. Əsgər məktubunda bir dağ göyərir, ətək də vətəndir, zirvə də vətən. Balacadan böyüyə baxaq. Demək, torpaq göyərir, meşə uzanır üfüqlərəcən, dağ göyərir, ətək də vətəndir, zirvə də vətən. Əsgər məktubunda quş səksəkəsi, əsgər məktubunda qaya təmkini, bir nişan həsrəti, bir toy həvəsi, hər sətri keşikçi nidası kimi. Demək, əsgərin məktubunda nədən bəhs olunur? Quş səksəkəsi var əsgər məktubunda, qaya təmkini var, nişan həsrəti var, toy həvəsi var, hər sətri keşikçi nidası kimi. Keşikçi nidası kimi, bunu da yadda saxlayırıq. Əsgər məktubunun cavabı çətindir, əsgər məktubunun cavabı asandır. Burada nə var? Bədii təzad var. Bədii təzad. Yəni, qarşılaşdırılır bir-birinə. Yetişməz əsgərə söz məhəbbəti, yetişməz sözlərin əsgər olmasa. Gəlir təhlilinə baxaq. Deməli, burada deyir ki, xalq şairi Məmməd Araz lirik şeirlərinin ana xəttini nə tutur? Vətənpərvərlik, qəhrəmanlıq motivləri təşkil edir. Şairin dillər əzbəri olan vətən bu aid deyil. Vətən, əsgər olmamıza vətənpərvərliyi, igidliyi, doğma yurdu müdafiəsinə qalxmağa hər an hazır olmaları şairin yaradıcılığında qüvvətli əks-səda doğurmuş, qəhrəmanlıq himni kimi səslənən əsərlərin yaranmasına səbəb olmuşdur. Əsgər məktubu şeirində şair təkcə ürəyinin səsini deyil, gənc əsgərin munis duyğularını, hiss və düşüncələrini misralara köçürmüşdür. Əsgərin duyğularını və hiss və düşüncələrini də misralara köçürüb. Şeir diqqəti dərhal cəlb edir və bir nəfəsə oxunmur. Əsəri maraqlı edən səbəbləri aydınlaşdırmağa çalışın və s.